Salam, hürmetli bağ havaskarları, sizi hoş gördük. Bugün 13 iyun 2016 ildir. Sizinle görüşe gelmişəm. Mənə çoxlu suallar verirsiniz. O sualları cavablandıra bilmirəm. Bunun için sizden üzr istəyirəm. Çünkü her şey məndən asılı değil. Mənim bu kompüter sisteminden, ondan sonra internet sisteminden ümumiyyətlə anlayışım yoktur. Bu videoları benim oğlum Natiq çəkir. Onun işi var. Elə olur ki bir gün işte olmur, evde olmur. Elə olur benim işim olur. Ondan sonra yaş ötüb, xəstəliklər əmələ gəlib, qohum qəbilədən xəstələnənlər olur. O mənada həmişə sizinlə mütəmadi olaraq görüşə bilmədiyim üçün mən sizdən üzr istəyirəm. Sizdən mənə çoxlu suallar yığışıb, vaxt tapıb həmin sualları konspekt şəklində qeyd edib sizə çatdıracağım. Bu kameranın zəhmindəndir, bilmirəm nədir. Mən müəyyən tədbirləri izah edərkən və təzədən ona baxarkən görürəm ki, elə şeylər olur ki, onları yadımdan çıxır. Bugün sizə çox eybəcər bir alaq haqqında məlumat vermək istəyirəm. Bu alağı Azərbaycan ədəbiyyatında qızıl sarmaşıq deyilir. Rusça buna pavlika deyilir. Pavlika, qızıl sarmaşıq deyilir. Bilmirəm buna qızıl sarmaşıq niye ad koyublar, ama bu çok eybəcər bir alaqdır. Adətən bütün dünyada qəbul olunub ki, bu alaq bitkinin xərçəngi hesab edirlər hər yerdə. Bu sarmaşıq necə əmələ gəlir? Bu peyinlə gəlir. Bunu heyvan yemir ki, heyvan bunu istihsal eləsin. Bunu ancaq hara ki peyin tökürlər, həmin peyinin ətrafında alaqlar çıxır. Bu alaqlara sarmanır və bütün peyinin üstünü örtür. Mənim üçün peyin gətirən şofer qardaşım da tamah ona güc gəlib. Deməli, həmin alaqları o peyinin üstündə yığandan sonra, rədd edəndən sonra peyini maşına vurub mənim üçün gətirmişdi ki, bu alaq bu bağıma sirayət elədi. Bağı yarıya qədər əkmişdim. Deməli, artıq istilər başlandı. May ayının əvvəllərində istilər başlananda bu yerdən başladı çıxmağa. Adətən bu yerdə kök atmır. Bu o qədər zəif tük kimi yerdən çıxır ki, yerdə bunun kökü olmur. Ancaq toxumdan əmələ gəlir. Toxumu belə çiçək açır. Belə çiçək açır. Bu çiçəkdən toxum əmələ gəlir. Dediyim kimi bu çiçək açır. Özdə çox qəşəng çiçəklər açır. Ondan sonra toxum verir. Həmin toxumlar peyinə, torpağa sirayət edəndən sonra onu təmizləmək çox çətin olur. Bu adətən əvvəlcə yerdən çıxanda tük kimi zəif, nazik olur. Buna yaxşı ki, qızıl sarmaşıq demək əvəzinə görə buna erməni adı qoyardılar. Çünki bu yerdən çıxanda o qədər zəif olur ki, adam ona yazılı gəlir. Necə ki, o bitkidə bu cür sarmananda, bitkiyə yapışanda onun kökü yavaş-yavaş torpaqdan çıxır və bitkiyə sarmaşıq öz qidasını bitkidən götürür. Buna saprovit bitkilər deyirlər. Yəni ki, bitkilərdən olan. Özdə bu belə sarmandı mı, heç cür cəhd eləməyin ki, bunu təzədən açıb atasınız. Mütləq bu bitki yerdən çıxmalıdır. İndi mənə sual verə bilərsiniz. Niyə bu kartofda belə var? Kartofu mən fevral ayında əkmişdim. Onda bunun toxumu məlum deyildi. Fevral ayından əkəndən sonra bu kartofda əmələ gəldi. Ümumiyyətlə bağda əmələ gəldi. Kartofun alt hissəsi, yəni ki yeraltı hissə mənə lazım olduğu üçün yerüstü hissəyə o qədər əhəmiyyət vermədim. Amma göyərtilər üçün yerüstü hissə çox təhlükəlidir. Ona görə də bunu əgər bu sizin bağınıza sirayət eləyibsə, birinci növbədə həmin yeri tamamilə alaq eləmək lazımdır. Alaq elədiniz, ona güclü su vermək lazımdır. Su verəndən sonra o cücərir və bitki orada alaq olmadığı üçün o heç yerdən tuta bilmir və özü-özünə yanıb gedir. Bunun birinci əlacı budur. Yoxsa buna dərman, buna heç nə kömək eləmir.
Eğer sirayet edilirse bitkilere, o bitkilerin yerüstü hissesi lazımsa mutlak o bitkiler yerden çıkarılmalıdır ve kenarda düşünmeyin, bunu kenara bir ala olan yere atmayın katiyen. Bunu bir demirin üstüne başka bir yere koyup bunu yandırmak lazımdır. Eğer yandırmaya imkan yoktursa ele bir yere atın ki orada bitki adlı şey olmasın. Boş torpak olsun, asfalt olsun, kuru yol olsun ancak orada bitki olmasın. Harda bitki oldu, bu təzədən bu sporlar vasıtasıyla gedib ilişir bitkiye ve bir gecede demek olar ki 10 kvadrat metr mesafəni bu əhatə edebilir. Ona göre bu çok tehlikeli aladır. Buna karşı mübarizə aparmaq lazımdır. Sağ olun, gelen görüşlere kadar.